Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə birlikdə həndəsə optikadan dərs silahlarına baxacağıq. Əvvəlcə işığın qayıtma və sınma qanunlarına baxaq. Əvvəlcə görək işıq nədir? Uşaqlar, işıq elektromaqnit dalğasıdır. Fizikanın işıq hadisəsini öyrənən, yəni işıq hadisəsini, işıq bölməsini öyrənən bölməyə optika deyilir. İşıq bütün elektromaqnit dalğaları kimi havada yayılır. Yəni hava deyəndə vakuumda nəzərdə tutulur. Həm vakuumda, həm havada yayılır və vakuumda işığın sürəti S bərabərdir. Deməli 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyə şəklində qeyd olunur. Biri var işığın mühitdə sürəti, biri var deməli vakuumda sürəti. Vakuumda şəffaf mühitə keçəndə uşaqlar işığın tezliyi dəyişmir. Ümumiyyətlə bir mühitdən digər mühitə keçərkən tezlik dəyişmir. Deməli, bir mühitdən digər mühitə keçəndə işığın tezliyi dəyişmir, amma sürəti və dalğa uzunluğu dəyişir. İndi baxaq görək azalır, artır. Dedik ki, deməli n bərabərdir S bölünsün V-dir düsturumuz. O da bərabər lambda 0 bölünsün lambdaya. Daha sonra buradan isə lambda bərabərdir lambda 0 bölünsün n-dir. Və bu düsturdan isə sürəti tapsaq V bərabərdir S bölünsün n alınmış olacaq. Və dedik ki, bir mühitdən digər mühitə keçəndə işığın tezliyi dəyişməyəcək. Burada uşaqlar n, yəni sındırma əmsalı adlanır. Sındırma əmsalının vahidi yoxdur. Sındırma əmsalı ölçüsüz kəmiyyətdir. Mühitin yalnız növündən asılı olur və mühitin mütləq sındırma əmsalı adlanır. Uşaqlar, mütləq sındırma əmsalı optik sıxı ola bilər. Bir də optik seyrək mühit var. İndi görək nədir bu? Yəni sındırma əmsalından asılı olaraq mühitimiz optik sıx və optik seyrək mühitə ayrılır. İndi optik sıx mühit nədir? Sındırma əmsalı böyük olan mühitə optik sıx mühit deyilir. Yəni n böyük olanda optik sıx mühit adlanır. N kiçik olan mühitə isə optik seyrək mühit deyilir. İndi tutalım ki, bizim paralel üzlü lövhəmiz var. İşığın paralel üzlü lövhədən keçmə müddəti uşaqlar T bərabər. Normalda biz bilirik ki, T bərabər S bölünsün V-dir də, düzdür? Burada isə qalınlıqla müəyyən eləyəcəyik. T bərabərdir D bölünsün V-yə. Baxın, bayaq burada nə yazdıq? V bərabərdir S bölünsün N-dir. Həmin bu V-nin sürətin yerinə nə yazdı? Baxın, S bölünsün N. S bölünsün N, belə yazım kənardan. T bərabərdir D bölünsün V. D bölünsün V-nin dəyərini yazıram. S bölünsün N. N qalxacaq kəsirin surətinə S D bölünsün, deməli, daha doğrusu N qalxacaq kəsirin surətinə. Bir dəqiqə, N D bölünsün S-yə. Bu şəkildə alınmış oldu. Deməli, hardan gəlindiyi ilə müəyyən etmiş olduq. Burada işığın paralel üzlü lövhədən keçmə müddəti deyilsə, T bərabər D bölünsün V, sındırma əmsalı vurulsun qalınlığa, bölünsün işıq sürətinə. Daha sonra uşaqlar, birinci mühitin ikinci mühitə deməli, nisbətən sındırma əmsalı belə yazılır. Tutalım ki, mən deyirəm birinci mühitdən ikinci mühitə keçirdi. O zaman N1 bölünsün N2 bərabərdir. Baxın, burada dedik ki, V bərabər S bölünsün N düsturuna əsasən, V bərabər S bölünsün N düsturuna əsasən sürətlə sındırma əmsalı tərs mütənasibdir. Mühitdəki sürətlə. V2 bölünsün V1, lambda 2 bölünsün lambda 1-ə bərabərdir. Və yaxud da ikinci mühitin birinci mühitə nəzərən nisbətən sındırma əmsalı deyəndə N2 1 bərabərdir. N2 bölünsün N1, o da bərabər V1 bölünsün V2-yə və lambda 1 bölünsün lambda 2 şəklində qeyd olunur. Bunlar da belə. İndi uşaqlar, gəldik əsas məqsədə, həndəsə optikanın qanunlarına. Həndəsə optikanın uşaqlar 3 qanunu var. Birinci yazaq. Bircins mühitdə işığın düz xətt boyunca yayılma qanunu, işığın düz xətt boyunca yayılması qanunu, daha sonra işığın qayıtması qanunu və işığın sınması qanunu olmaqla 3 yerə ayrılır. İndi baxaq. Uşaqlar, işığın düz xətt boyunca yayılması qanununa ən sadə nümunə olaraq biz kölgənin əmələ gəlməsini göstərə bilərik. Baxın, bu şəkillər. Burada yaxşı deyil, burada yox. Bura. Uşaqlar, günəş şüaları, günəşdən gələn şüalar, bu maneədir, maneə, düzdür. Maneənin hündürlüyüdür H, maneənin hündürlüyü olsun. Yəni cisimdə maneənin hündürlüyü olsun. Deməli, işığın düz xətt boyunca yayılması qanunu ən sadə nümunəni biz göstərdik. Deməli, kölgənin əmələ gəlməsini. Günəşdən gələn şüalar, baxın, bu günəşdir. Günəşdən şüalar gəlir. Günəşdən gələn şüalar gəlir, maneənin qarşısına keçir.
L burada, H burada maneənin hündürlüyü, L isə kölgənin uzunluğudur. Tangens əlifə o zaman nəyə bərabər olur uşaqlar? H bölünsün L nisbətinə, düzdür? İndi dedik ki, günəşdən gələn şüaların qarşısına maneə çıxır və həmin o maneənin arxasında kölgənin yaranması hadisəsinin müşahidə olunur. Uşaqlar, məsələn, binanın hündürlüyünü tapmaq üçün, düzdür, binanın başına çıxmağa bizim artıq ehtiyacımız yoxdur da. Artıq binanın kölgəsini hündürlüyünə bölməklə deməli, biz binanın hündürlüyünü təyin edə bilərik. Bu da belə. Daha sonra gəlin baxaq işığın dedi, işığın düz xətt boyunca yayılma qanunu bildik, işığın qayıtma qanununa baxaq. Uşaqlar, baxın, bizim 2 dənə fərqli mühitimiz var. Bu şəkillər fikrimizi cəmləyək. Həm hava var, həm su, deməli, fərqli mühitdir də. Əvvəlcə işıq şüası bir mühitinə, yəni havaya gəlir, öz yayılma istiqamətini dəyişir. Baxın, əvvəlcə düppələm düz gəlirdi, daha sonra isə öz yayılma istiqamətini dəyişəcək. Sonra işıq şüasının bir hissəsi əks olunaraq birinci mühitə qayıdır. Düzdür? Baxın, gələn işıq şüası bir hissəsi nə etdi? Birinci mühitə qayıtdı. Yəni öz mühitinə qayıtdı, düzdür? Buradan gəldi şüalar, işıq şüası qayıtdı bura. 1 ilə göstərdiyimiz gəlir, 2 ilə qayıdır. Daha sonra uşaqlar, eyni zamanda isə işıq, həmin bu gələn işıq, S burada işığı göstərir. İşıq isə qismən ikinci mühitə keçir. Baxın, ikinci mühit nədir? Su. Bir hissəsi gəldi, qayıtdı, digər hissəsi isə nə etdi? Digər mühitə keçdi. Yəni havadan suya keçdi. Uşaqlar, buna deməli, hadisəyə işığın sınma qanunu deyilir. Başa düşdük necə? Və burada alfa həmişə betaya bərabər olur. Deməli, düşən şüa ilə perpendikulyar arasındakı alfa bucağına düşmə bucağı deyilir. Baxın uşaqlar, düşən şüa ilə düşdümü bu şüa, baxın, ox istiqaməti ilə göstərilib. Dəqiqə görüm çəkirmi? Deməli, düşən şüa ilə qayıdan şüa, deməli, düşən şüa ilə perpendikulyar, həmin bu perpendikulyar arasındakı bucağı alfa bucağı deyilir. Buna deməli, qayıdan şüa ilə də perpendikulyar arasında beta bucağı vardır. Düzdür? Deməli, alfa düşən şüa ilə perpendikulyar arasında qalan bucaqdır. Beta isə qayıdan şüa ilə bax bu perpendikulyar arasında qalan bucağa deyilir. İndi görək işığın qayıtma qanunu nədir? Uşaqlar, düşən şüa, baxın bu aşağı olan düşəni göstərir. Qayıdan şüa və şüanın düşmə nöqtəsindən iki mühiti ayıran sərhəddə endirilən perpendikulyar bir müstəvidə yerləşir. Baxın, bunların üçü də bir müstəvidə yerləşirmi? Üçü də yuxarıdadır da, baxın. Elə bil ki, alfadır, betadır, bir də bu perpendikulyarın özü. Bir mühitdə yerləşir də, düzdür? Baxın, bir mühit. Yəni ki, havadır. Birinci mühitimiz havaydı axı. Baxın, burada da göstərə bilərik. Gördünüz? Bunlar hamısı bir mühitdə yerləşir. Bu rənglədiyim hissələr hamısı bir mühitdə yerləşir. Aha. Daha sonra buna deyilir işığın qayıtma qanunu. Uşaqlar, işığın qayıtma qanununda alfa betaya bərabər olur. Yəni düşən şüa ilə qayıdan şüa bir-birinə bərabər olur. Alfa bərabərdir beta. Tutalım ki, bura 40 dərəcədirsə, burada olacaq 40 dərəcə. 50 dərəcədirsə, olacaq 50 dərəcə. Alfa bərabər betaya. Yaxşı, bunu bildik. Görək işığın sınma qanunu nədir? Dedik ki, burada hansı sınır? 3 nöqtəsi sınanı göstərirdi də, düzdür? Aha, işığın sınma qanununa baxaq. Düşən şüa, uşaqlar, baxın, düşən şüa, sınan şüa, baxın, sınan şüa və düşmə nöqtəsindən iki mühiti ayıran sərhəddə endirilən perpendikulyar, həmin bu perpendikulyar arasında ümumi bir müstəvidə yerləşir. Düşmə bucağının sinusuna sınma bucağının sinus olan nisbəti düşmə bucağından asılı deyil, verilmiş iki mühiti deməli ayıran cəmiyyətdir. İndi sinus alfa bölünsün sinus beta bərabərdir n2 bölünsün n1. Yəni ikincinin birinciyə. Və yaxud da deməli, sındırma əmsalı ilə həm V sürət, həm də lambda tərs asılı olduğu üçün belə də yazmaq olar ki, V1 bölünsün V2 bərabər lambda 1 bölünsün lambda 2. Uşaqlar, bayaqlar dedik ki, sındırma əmsalı böyük olanda sındırma əmsalı böyük olanda nə olurdu? Optik sıx mühit, düzdür? İndi deyir, işıq şüası mütləq sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçir. Neynədir? Bayaqdan elə bir ki, sındırma əmsalı böyük idi, indi kiçik olan mühitə keçdi. Yəni, seyrək mühitə keçdi.
Bu zaman beta böyük olacaq alfaya, böyük olacaq alfadan. Baxın, bu beta bucağı artıq alfadan göründüyü kimi böyük olur. Sonra aha, indi tam daxili qayıtmaya baxaq. Aha, uşaqlar gəlin görək tam daxili qayıtma nədir? İşıq şüası optik sıxlığı çox olan mühitdən optik sıxlığı az olan mühitə keçəndə dedik optik sıx olan nə deməkdir? Yəni eni böyük, düzdür? İndi optik sıxlığı çox olan mühitdən az olan mühitə keçəndə, yəni N2 kiçikdir, N1 şərti ödənəndə ikinci mühit, baxın uşaqlar, N1 birinci mühit deməkdir, N2 ikinci mühit deməkdir, düzdür? İndi optik sıxlığı çox olandan keçdi optik sıxlığı az olan mühitə. Bu zaman şüa sınır, iki mühiti ayıran səthə qaldırılan perpendikulyardan uzaqlaşır. Deməli, şüa sınaraq iki mühiti ayıran səthə yaxınlaşan həmin bu perpendikulyardan uzaqlaşacaqdır. Bu zaman sinus alfa bölünsün sinus 90 dərəcə bərabərdir. N2 bölünsün N1 tam daxili qayıtmanın şərtidir. Və burada sinus 90 dərəcədə 1-ə bərabər olduğuna görə sinus alfa 0 olur. Deməli, 1 bölünsün N şəklində yazmaq olar. Deməli, uşaqlar, biz bu bucağı biraz daha artırsaq, tamamilə bucaq qayıdacaqdır. Buna tam daxili qayıtmanın dediyi limit bucağı deyilir. Alfa böyükdür, alfa 0 şərti tam daxili qayıtmanın şərtidir. Daha sonra, əgər uşaqlar bir də bunu yadımızda saxlayaq ki, düşmə bucağı 0 olarsa, bu tam deməli, şüa işığı istiqamətini dəyişməyəcəkdir. Deməli, alfa düşmə bucağı əgər 0-a bərabər olarsa, düşmə bucağı 0-a bərabər olarsa, bu zaman səthin normalı ilə üst-üstə düşmüş olacaqdır. Yəni, şüa istiqamətini dəyişməyəcək, səthin normalı ilə üst-üstə düşmüş olacaq. Bir də uşaqlar, əgər ikinci mühit dediyim kimi hava olarsa, N2 bərabər 1 olanda, həmin burada gətirib yerinə qoyanda olur sinus alfa bərabərdir 1 bölünsün N1. Sinus 90 dərəcədə nəyə bərabər olduğunu da bilirik. Ona görə qiymətini yerinə yazanda elə alındı. Aha. Bir də uşaqlar bunları yadımızda qalsın. İndi orada deyəcəm, bu dərsdə deyərəm. Linzalar yazaq. Sferik səthlərlə hüdudlanan şəffaf cisimlərə linzalar deyilir. Linzalar uşaqlar qabarıq və çökük olmaqla iki yerə bölünür. Deməli, linzalar qabarıq və çökük linzalar olmaqla iki növü vardır. Baxın, ortası hissəsi, yəni orta hissəsi kənarlarından qalın olan linzaya qabarıq, yəni toplayıcı linza deyilir uşaqlar. Qabarıq da, toplayıcı da eyni sözdür. Uşaqlar, qabarıq linza da baxın, elə bir belə yadınızda saxlayın da. İndi biz burada cisimlərin xəyallarını quranda, baxın, bunun bu hissəsi belə üçbucaq kimi yuxarı qalxmır. Onda toplayıcı linzanın deməli, şəkli bu şəkildə olacaqdır. Sxematik şəkilləri də biz bu şəkildə qeyd edirik. Oxların ağzı, belə deyim, aşağı. Baxın, burada isə orta hissəsi kənarlarından nazik olan linzaya çökük linza deyilir. Sanki çöküb də orta hissəsi kənarlarına nisbətən çökükdür. Bu zaman belə linzaya çökük linza deyilir. Və çökük linzada baxın, bu sanki bu şəkildədir də. Şərti işarəsi də bu şəkildə qeyd olunur. İndi baxaq, linzanın baş optik oxu nədir? Burada linzanın hüdudlandıran sferik səthlərin O1 və O3 mərkəzlərindən keçən düz xəttdə linzanın baş optik oxu deyilir. Əsas odur ki, baş optik oxun hansı olduğunu fərqləndirə biləsiniz. Tərifi o qədər də bilməsəniz də olar. Baxın, O1, O2 bunların baş optik oxudur linzanın. Daha sonra O nöqtəsi, buradakı O nöqtəsi var, tam mərkəzdə olan O nöqtəsi linzanın optik mərkəzi adlanır. F isə fokus nöqtəsidir. Toplayıcı linzanın uşaqlar baş optik oxuna baxın. Toplayıcı linzada baş optik ox nədir? Bax, O1, O2 dediyi bunlar. Toplayıcı linzada baş optik oxa, bax, bu paralel şəkildə gələn bu şüalar var, paralel şəkildə düşən şüalar. Linzada sınandan sonra optik oxla, kəsişdiyi nöqtəyə linzanın baş fokus nöqtəsi deyilir. Baxın, bu F linzanın baş fokus nöqtəsidir. Və toplayıcı linzada uşaqlar fokus həqiqi olur. Bir var həqiqi, bir var məfhumi. İndi onları da qeyd edəcəm. Yəni, toplayıcı linzada həqiqi deyəndə öz uzantıları kəsişir. Səpici deyəndə, daha doğrusu toplayıcıda özü kəsişir. Səpici linzada uzantıları kəsişəcək. İndi tək-tək əsas şərtlərimizə baxaq.
Deməli, linzanın uşaqlar optik mərkəzi ilə baş fokus nöqtəsi arasındakı məsafəyə dedik ki, fokus məsafəsi deyilir. F hərfi ilə işarə olunur. Məsafənin vahidi biz bilirik ki, metrdir də. Toplayıcı linzada indi fokus məsafəsində vahidi metr olacaq. Toplayıcı linzada uşaqlar F böyükdür 0. Səpəci linza üçün isə F kiçikdir 0 şərti həmişə ödənilir. Dedik ki, toplayıcı linzada ox bu istiqamətdə, səpəcidə isə sanki içinə doğru səpilir. İndi biz linzada xəyal qurmaq üçün əsas şərtlərə baxaq. Əvvəlcə uşaqlar, birinci şərtimiz baş optik oxa. Baxın, bu baş optik ox deyil. Baş optik oxa, bu baş optik oxa. Baş optik oxa, baş optik oxa. Paralel düşən, baş optik oxa, paralel düşən şüa, deməli, linzada bu. Linzanın işarəsidir. Linzada sınandan sonra sındı. Baş fokus nöqtəsindən keçdi. Baxın, linzada sındı və baş fokus F nöqtəsindən keçdi. Deməli, bayaq da qeyd etdiyim kimi, toplayıcı linzada özü keçəcək, amma səpəci linzada uzantıları keçəcək, özü yox. Baş optik oxa, bax bu toplayıcıdırmı? Toplayıcı. İndi gəlin səpəci linzaya baxaq. Baş optik oxa, bax bu baş optik oxa. Paralel düşən şüalar, səpəci linzada sındımı? Düzdür? Səpəci linzada sınandan sonra özü yox ha, uzantısı, baxın, fokus nöqtəsindən keçmiş oldu. Bu da belə. Sonra ikinci şərtimiz. Linzanın optik mərkəzindən keçən şüa, linzanın optik oxdur. Optik mərkəzdə buradır. Optik mərkəzindən keçən şüa sınmadan, görürsünüz, sınıb eləmir, düz keçəcək. Sınmadan əvvəlki istiqamətdə yayılır. Eynən toplayıcıda olduğu kimi səpəcidə də eyni şərt ödənilir. Üçüncü şərtimizə baxaq. Baş fokus nöqtəsindən keçən şüa, baxın, baş fokus nöqtəsindən keçən, deməli, baş fokus nöqtəsindən şüa keçiririk. Daha sonra linza üzərinə düşən şüa sınandan sonra sındımı? Baş optik oxa paralel gedəcək. Sınandan sonra baş optik oxa paralel gedəcək. Eynən səpəci linzada da. Daha sonra isə burada xəyalı F-dən keçir. Uzantıları daha doğrusu fokus nöqtəsindən keçir. Uşaqlar, fokus məsafəsini, yəni F-in tərs qiymətinə linzanın optik qüvvəsi deyilir. D hərfi ilə işarə olunur. Vahidi beynəlxalq sistemlərdə dioptriyadır və D F-lə tərs mütənasib olaraq dəyişir. Vahidi dioptriyadır. Bir dioptriya bərabərdir 1 bölünsün metr və yaxud da metr üstü mənfi bir şəkildə qeyd olunur. Toplayıcı linzada uşaqlar F böyük idimi 0-dan? O zaman D də böyük olacaq 0-dan. Səpəci linzada F kiçik idimi 0-dan? O zaman D də kiçik olacaq 0-dan. Baxın, burada dedimi? Harada dedik? Burada. Toplayıcı linzada F böyükdür 0, səpəci linzada F kiçikdir 0. Dioptriya ilə deməli, radiuslar və sındırma əmsal arasındakı əlaqə düsturu budur. D bərabər 1 bölünsün F. O da bərabər N2 bölünsün N1 çıxılsın 1, vurulsun 1 bölünsün R1 plus 1 bölünsün R2. Deməli, fokus məsafəsi yadımızda qalsın bu. Sonra və D optik qüvvə xəyal məsafəsindən və cisim məsafəsindən asılı deyil. Görək xəyal məsafəsi nədir, cisim məsafəsi nədir? Belə bir söz istifadə etdim. Baxın uşaqlar, cisimdən linzaya qədər olan məsafəyə, bu linzadır da, düzdür. Toplayıcı linzada dedik. Oxun ağzı yuxarıdır. Toplayıcı linza olan məsafəyə dedik nə? Cisim məsafəsi. Cisim məsafəsi. Xəyaldan, bu cismin xəyalı burada alınıb da. Xəyaldan linzaya qədər olan məsafə isə F deyilir. Yəni xəyal məsafəsi. Cisim məsafəsi D, cisim məsafəsi F isə xəyal məsafəsi adlanır. Deməli, D cisim məsafəsi, F isə xəyal məsafəsi adlanır. İndi linzanın böyütməsi nədir? Q hərfindən işarə olunur. Xəyalın xətti ölçülərinin H-ın cismin xətti ölçülərinə, yəni kiçik H-a olan nisbətinə linzanın böyütməsi deyil. Yəni, belə deyim də, Q bərabərdir xəyal məsafəsi bölünsün cisim məsafəsinə, xətti böyütmə deyilir. Bunu da yadımızda saxlayaq. Uşaqlar, xətti böyütmənin vahidi yoxdur. Niyə? Baxın, Q bərabər deməli F bölünsün D deyil. Hər ikisinin məsafəsi metr olacaq deyə olacaq nə vahidi? Olmayacaq.
İndi gəlin nazik linzanın düsturuna baxaq uşaqlar. Aha, əsas düsturlarımızdan biridir. Və linzalar sisteminin xətti böyütməsini tapanda artıq toplamırıq. Onların hasilini tapırıq. Deməli, linzanın nazik linza düsturuna baxaq. 1 bölünsün f bərabərdir 1 bölünsün d plus 1 bölünsün f cəminə linzanın nazik linza düsturu deyilir. Yəni, deməli, linzanın fokus məsafəsi böyük f ilə cisim məsafəsi d-ni və kiçik f-i əlaqələndirən düstura nazik linza düsturu deyildi. Uşaqlar, bir də əsas qeydimiz. Əgər xəyalımız həqiqidirsə, f-in işarəsi müsbət olur. Məfhumidirsə, yəni biri var həqiqi xəyal, biri var məfhumi xəyal. Həqiqi o deməkdir ki, uzantıları deyil, özü həmin nöqtədən keçir. Amma məfhumidə artıq uzantıları kəsiəcək. Aha, əgər xəyal uşaqlar məfhumi olarsa bunu qeyd edək. Xəyal məfhumi olarsa, yəni uzantıları kəsişərsə, 1 bölünsün f bərabərdir 1 bölünsün d çıxılsın 1 bölünsün xəyal məsafəsi olacaq. Əgər deməli, səpəci linzada cismin xəyalı cismin məsafəsindən asılı olmayaraq məfhumi, deməli, düzünə kiçildilmiş alınır. Səpəci linzada cismin xəyalı məfhumi, səpəci linzada cismin xəyalı məfhumi düzünə və kiçildilmiş alınır. O zaman səpəci linza düsturu belə yazaq da mənfi 1 bölünsün f bərabərdir 1 bölünsün d çıxılsın 1 bölünsün f şəklində olur. Bu düsturlar əsasən əzbərlənməsi düsturlardır. Bir də yadımıza salaq. Deməli, nazik linza düsturunda 1 bölünsün f bərabər oldu. 1 bölünsün d plus 1 bölünsün f-ə. Toplayıcı linzada 1 bölünsün f bərabər oldu. 1 bölünsün d çıxılsın 1 bölünsün f-ə. Səpəci linzada isə mənfi 1 bölünsün f bərabər oldu. 1 bölü d çıxsın 1 bölünsün f-ə. Baxın, bunları təkcə ayıran qarşısında fokus məsafəsinin mənfi olmasıdır. İndi gəlin xəyalın qurulması ilə tanış olaq. Dedik ki, yuxarıda biz qeyd etdik ya bunları 3 dənə. Harada qeyd etmişəm? Aha, bunlar xəyalın qurulması üçün olan əsas şərtləri idi. Baxın, bir də yadımıza salaq. Baş optik oxa paralel düşən şüa linzadan sınandan sonra baş fokus nöqtəsindən keçir. Daha sonra linzanın optik mərkəzindən keçən şüa sınmadan əvvəlki istiqamətdə yayılır. İndi bu şərtlərdən istifadə edərək biz deməli, xəyal quracağıq. Əvvəlcə birinci baxaq. Toplayıcı linzada xəyalın qurulmasının müxtəlif hallarına baxaq. Tutalım ki, uşaqlar, cisim linzadan sonsuz uzaq məsafədə yerləşir. Yəni, cisim məsafəsi sonsuzluqdadır. Baxın, sonsuzluqda. Bu halda xəyal baş fokusda nöqtə şəklində alınacaq. Burada baş fokusda f-də alınacaq nöqtə şəklində. F bərabər f şərtini yadımızda saxlayaq. İkinci şərtimizə baxaq, uşaqlar. Tutalım ki, İndi ikinci hala bax uşaqlar. Deyir ki, cisim 2 qat fokusun arxasında yerləşir. Yəni, D 2F-dən kiçikdir. Deməli, cisim 2 qat fokusun arxasında yerləşir. Daha doğrusu D 2 qat fokusdan böyükdür. D böyükdür 2F. Deməli, cisim 2F-dən uzaqda yerləşir. Baxın, doğrudan da F 2F deyil. Cisim burada deyil, baxın, cisim. Yəni 2F-dən sonra da uzaqda. Başa düşdük? Burada yerləşir. Daha sonra biz demişdik ki, şərtimiz nə idi? Baxın, buradakı şərtlərimizə yadımıza təzədən salaq. Məhz buna görə burada onları qeyd eləmişdim. Baş optik oxa deyir, paralel düşən şüa linzadan sınandan sonra baş fokus nöqtəsindən keçir. Baş fokus optik oxa paralel düşən şüalar. Deməli, dedik ki, cisim 2 qat fokusun arxasında yerləşir. D böyükdür 2F olanda cisim 2F-dən sonra yerləşdirdik. Baxın, burada yerləşdirdik. Daha sonra dedik ki, əsas qaydamız bayaqdan yazmışdıq. Baş optik oxa, həmin baş optik oxa paralel düşən şüa linzada sınandan sonra linzada sındı, düzdür? Baş fokus nöqtəsindən keçdi, düzdür? Linzadan sınandan sonra mütləq F-dən keçməlidir. Baxın, fokus nöqtəsindən keçməlidir. Həqiqətən də gəldi, bax, burada sındı, fokus nöqtəsindən keçdi. İkinci qaydamız var idi, ümumi linzalarda xəyalın qurulması üçün. Linzanın optik mərkəzindən keçən şüa sınmadan əvvəlki istiqamətdə yayılır. Baxın, ikinci burada gəldi, optik mərkəzdən keçdi. Yəni, o nöqtəsindən keçdi, sınmadan getdi.
Bu zaman xəyal necə alınacaq? Baxın uşaqlar burada. Düzdür? İndi isə ikinci hala baxaq. Və bir də D böyükdür 2F olanda, belə yadınızda saxlayın. D böyükdür 2F olanda mütləq xəyal məsafəsi 2 qat fokusdan uzaqda yerləşəndə cisim məsafəsi 2 qat fokusdan uzaqda yerləşəndə xəyal məsafəsi 2 qat fokusdan deməli əvvələ gəlir. Həqiqətən də baxın uşaqlar, xəyal burada alındı mı 2 qat fokusdan əvvəldə. Baxın, 2 qat fokusdan əvvəl alındı. Yəni, ümumi olaraq demək istədiyim odur ki, cisim məsafəsini 2F-dən sonra yerləşdirsək, xəyal məsafəsi 2 qat fokusdan əvvəl alınacaq. Baxın, əvvəldirmi? Burada nədir? Cisim məsafəsi 2 qat fokusdan sonradır. O zaman baxın, bu şərt ödəndimi? Deməli, D böyükdür 2F, F də kiçikdir 2F şərti nədir? F böyük F fokus məsafəsi kiçikdir xəyaldan, o da kiçikdir 2F-dən. Yəni bunların ikisinin arasında xəyal alınır. Doğrudan da ümumi belə uyğunlaşdırsaq, D böyükdür 2F olanda cisim 2 qat fokusun arxasında yerləşəndə xəyal harda alındı? Fokusla, baxın, 2 qat fokusun arasında. Burada. Uşaqlar, fotoaparatda daha çox belə xəyallardan istifadə olunur. Çünki kiçildilmiş xəyal alınır axı. Daha sonra cisim 2 qat fokusda yerləşəndə tutalım ki, D bərabər 2F-də olarsa, deməli D bərabərdir 2F-də olarsa, o zaman xəyal məsafəsi də F bərabər 2F-də olacaq. Uşaqlar, bu halda deməli Q nəyə bərabər olacaq? 1-ə. Çünki Q bərabərdir F bölünsün D, o da bərabər 2F bölünsün 2F, qiyməti eləyəcək 1. Başa düşdük? İndi baxaq, şəkildə indi yazdığımızı isbat edək. İndi şəkildə tam isbat olaq. Tutalım ki, dedik ki, 2 qat fokusda yerləşdimi cisim məsafəsi. Baxın, cismi yerləşdirirəm 2 qat fokusda, düzdür? Baş optik oxa paralel düşən şüalar linzada sınandan, bax linzada bu, linzada sınandan sonra F nöqtəsinə, yəni böyük F-dən mütləq keçməlidir. İkinci şərtimiz, linzanın optik mərkəzindən, deməli, optik mərkəzindən keçən şüa sınmadan, bax sınmadır ki, düppələm düz keçdi, düzdür? Gəldi, keçdi optik nöqtədən. Xəyal harda alındı? 2 qat fokusda. Doğrudan da D bərabərdir 2F, F bərabərdir 2F şərti ödəndi. Deməli, uşaqlar, bu halda xəyal 2 qat fokusda həqiqi alındı mı? Dedim, həqiqi nə deməkdir? Özü kəsişsin, düzdür? Məfhumum uzantısı. Uzantı falan yoxdur da, özləri kəsişdir. Tərsinə çevrilmiş alındı mı? Baxın, bu düzünə idi. Cismi yerləşdirdim düzünə, xəyal da o alındı, onun tərsinə də belə, əks istiqamətdə. Cisim buradaydı, xəyal alındı burada. Xəyal tərsinə çevrilmiş və özü boyda alındı. Yəni, D bərabər 2F, F bərabər 2F şərti özü boyda deməkdir. Bunu da əzbərləyək. Hardan gəlindiyini öyrənək. Baxın, nə qədərdir bu? Az qaldı. Dördüncü şərtimizə baxırdıq. Deməli, uşaqlar, dördüncü şərtimizdə deyilir ki, cisim baş fokusla 2 qat fokusun arasında yerləşir. Deməli, baş fokusla cisim həmişə burada yerləşdirdi, bax, cisim. Baş fokusla 2 qat fokusun arasındadır mı? Baxın, bu ikisinin arasındadır da, arasında yerləşdirdim. Yəni 2F böyükdür mü cisimdən? Bax, bu cisimdir də D. 2F böyükdür cisimdən. Cisim də böyükdür nədən? F-dən, yəni xəyal məsafəsindən. Sonra xəyal 2 qat fokusun arxasında həqiqi tərsinə çevrilmiş və böyüdülmüş alınır. Görək düz deyir. Cismi yerləşdirdim burada. Baş optik oxa paralel yenə şüa göndərdim. Bunu əzbər bilirik ki, mütləq baş optik oxa paralel göndərilən şüa fokusdan keçir. İkinci şərtimiz nə idi? Deməli, linzanın optik mərkəzindən keçən şüa, linzanın optik mərkəzindən O nöqtəsinə, yəni keçən şüa deməli, linzanın optik mərkəzindən keçən şüa sınmadan əvvəlki istiqamətində keçmiş oldu.
Aha, deməli dedik ki, 2F böyükdür D böyükdür F, yəni iki qat fokusunun arasında yerləşəndə bu zaman həqiqi tərsinə xəyal. Baxın uşaqlar, həqiqi tərsinə çevrilmiş və böyüdülmüş alınır. Həqiqətən də xəyal böyüdülmüş alındı. Baxın, cisim məsafəsi bu idi. Xəyal da oldu h. Xəyal həqiqətən də cisimdən daha böyük oldumu? Bəli. Tərsinə çevrildimi? Bəli. Həqiqi nədir dedik? Yəni özü kəsir, uzantıları deyil. Deməli, bu zaman Q böyükdür 1 və eyni zamanda F də böyükdür 2F oldu. Xəyal baxın 2F-dən uzaqda yerləşdimi? Ona görə də xəyal deyirik ki, 2F-dən böyük olur. Bunlardan uşaqlar proyeksiya aparatlarında və yaxud da kiçik aparatlarda bu cür deməli xəyallardan istifadə olunur. Bunları da yadımızda saxlayarıq. Ola bilər ki, imtahanda düşsün ki, proyeksiya aparatlarında hansından istifadə olunur? F böyükdür 2F yaza bilər, F bərabər 2F bu şəkildə çaşdıra bilər. Cisim baş fokus nöqtəsində yerləşir. Gəlin cismimizi yerləşdirək. Bax, bu F nöqtəsinin üstündə. Cisim oldu burada. Yenə həminki qaydaları deyirəm. Baş optik oxa paralel düşən şüa linzadan sınandan sonra fokus nöqtəsindən keçir. Sonra linzanın optik deməli mərkəzindən keçən şüa sınmadan əvvəlki istiqamətdə yayılır. Sınmadı, yayıldı. Uşaqlar, bu zaman nələr baş verdi? Baxın görün. Fokus deməli cismi fokus nöqtəsində yerləşdirəndə cisimdən gələn şüalar linzada sınandan sonra bir-birinə paralel oldu və xəyal qurmaq mümkün olmadı. Düzdür? F sonsuzluqda yerləşdimi? O zaman xəyal sonsuzluqda alınır. D bərabər F şərti olanda xəyal sonsuzluqda alınır. İndi cisim yerləşdirək baş fokus nöqtəsi ilə, deməli cismi baş fokus nöqtəsi ilə linza arasında yerləşdirək. Yəni bu F-lə bu linzanın arasına yerləşdirək də. F böyükdür D-dən, o da böyükdür 0 şərti ödənsin. Bu zaman Q böyükdür 1 olacaq və bunlardan daha çox lupada belə xəyal alınır. Böyüdücülərdə belə xəyal alınır. Uşaqlar, indi əsas məsələ belə deyim də, toplayıcı linzada yeganə şərtdir ki, xəyal mövhumu alınır. Bu bayaqdan göstərdiklərimin hamısı özü kəsişdimi? Uzantıları deyil, özü alınırdı da. İndi isə uzantısı kəsişəcək. Uzantısı kəsişəndə demişdik ki, xəyal nə olur? Mövhumi olur. Cismin xəyalı mövhumi düzünə. Baxın, xəyal niyə düzün oldu? İkisi də eyni istiqamətdə oldu mu? Bəli, aşağıda da alınmayıb, yəni öz istiqamətindədir. Böyüdülmüş, xəyal böyük oldu və mövhumi oldu. Və bu şərt digərlərindən fərqləndirən əsas şərtlərdən biridir ki, mövhumu alınır bu xəyal. Deməli, lupada bu xəyal alınmış olur. İndi səpəci linzaya da baxaq uşaqlar. Səpəci linzada isə həmişə mövhumi düzünə kiçildilmiş və xəyal alınır. Q kiçikdir 1-dən və fokusla linza arasında yerləşmiş olur. İndi bunu ardını çəkəcəm. Kiçik linzada xəyalın qurulması. Uşaqlar, bu günlük bu qədər. Sağ olun.